14. sınıf. Buyurun. 14. sınıfta problemimiz yoktu deyəsən. Məndə var, 14 var. Gec görüm nə deyirsən Filiz? Dövrələri tapa bilmirəm. Yəni tapıram, amma düzgün tapa bilmirəm. Dövrələr düzgün tapamırsan. Dövrələrdir, nə olacaq? Bunlarla da nətər eləyək? O Nərgiz deyəcək, biz yazacağıq da usta. Bizə nə var ki? Nərgiz də görüm. Burada matrisa uyğun olaraq qraf çəkirik ki, sayaq. Çəkək. Yaxşı. Çəkək. Demək, A-dan B-yə var, A-dan C-yə var, bir də A-dan Y-yə var. Hı Sonra -hı. B-dən A-ya çəkirik, B-dən B'dən C-yə A'ya. çəkirik. Sonra B-dən D-yə var. Da başqa yoxdur. Sonra C-dən A-ya çəkmişik, C-dən B-yə çəkmişik, C-dən Y-yə var. Hı -hı. Sonra D-dən B-yə çəkmişik, bir də D-dən Y-yə var. Hətta D'dən Y-dən Y'yə. A-ya çəkmişik. Hı -hı. Sonra Y-dən A-ya çəkmişik, Y-dən C-yə çəkmişik, Y-dən D-yə çəkmişik. İndi burada tək-tək yazıb baxacağıq dövrlərin sayına. A, B, C var. Sonra A, B, A, B, C, A. D. Yaxşı. A, B, C, A. Bu bir. Aha. Sonra A, B, D, A. A, B, D, Y, A. Aha. Sonra A, B, C, Y, A. Aha. Sonra A, C, Y, A. A, C, Y, A. Aha. Y, A. Sonra A, C, Y, D, B, A. Olar. Hı. A, C, Y, D, B, A. Yoxsa A, C, B, D, Y, A-nı dedim. A, C, B, D, Y, A. Bir A, də C. A, B, Bir dəqiqə. Deməli, A, C, sonra nə dedin? A, C, B, D, B, Y, A. B, D, A. Aha, sonra Sonra bir də A, C.
Y, D, B, A. Hı hı. Sonra Bir de A, C, B, A. A, B, C, A demiştik de. A, C, B, Y, B, A. A, C, B, B, A. Y, A, Yok, B, Y yok, A. C'yi A, B, C, A, A C, B, elə. A. Bəli, bəli. Yazmışıq, A, B, C, A yazmışıq da başda. A, B, C. Yox, mən səhv deyirəm, dəqiqə. A, C, B, A. A, C, B, A-nı deməmişik. A, B, C, A demişik də. Eyni Aynen, dövrə ondan deyil. sonra A, C, B, A. Yox. Başa düşmədim. A, B, C, A ilə A, C, B, A eyni dövrə deyil. Birinə A-dan B-yə gedirik, birinə A, B gedirik, birinə A, C. Fərqi Fərqli nədir yollar ki, var da. Nərgiz? Yox, fərqi nədir ki? Yox, 12 dəfə sayanmazsan. Hangi? Valla. Təpələri bir dəfə götürə bilərsən. Mikael, yolun var başqa? A, B, D, Y, C. Onu deməmiş. Hansını? Filizin A, dediği. B, D, Y, A, S. A, B, Y, C, A, B, Z, C, Y. A. Orada Y'den sonra D olmalı. C olmamalıdır. A, B, D, Y, S. A, B, D, A da D yazdım araya. Nesi de ne oldu? 7 dənə. O şey. Filiz bu şəkildə. Bu şəkildə. Qrafın qrup sadəcə dövrəni tapırsan. Dövrədəki qapalı yoldur da. Başqa? Iyirmi dokuz. 29 bizə nə deyir? Filiz ən böyüyən ən kiçiyi tapırsan, sonra da sadə olub olmamadığını tapırsan. Bunlara baxmışıq axı Filiz. Bu tiplərin çox əksəriyyətinə baxmışıq. Bax, sadə olub olmamasını 3-4 dəfə yazmışıq. Sadə olub olmaması. Ən böyük elementi ilə ən kiçik elementi. Tutaq ki, sənin əlində bir siyahı var. Bu özün deməyə çalış, mən burada yazım da. Kvadratın daxil edici n sayda tam ədəd tipli element. N saydadırsa, bunu n bərabərli input denən. Sonra denən ki, for i in range n, yəni n sayda ədəd daxil elə. X bərabərdir int input. Bax, ədədi daxil elədin, Filiz. Bura bərabərdir yazmalı. Aha. Ədədi daxil edəndən sonra bir dənə siyahı yayıq. Artıq sənin siyahın n sayda elementdən ibarət siyahın var. B bərabərdir
Yox, B bərabər yox. B nöqtə happened nə? Hətta buradan yazmalıyıq da x-in altından. X daxil edilən kimi B nöqtə happened denən nə? X. Bax, bura qədərin bildin də yəqin ki. Yuxarıya da bir dənə B ataq. O B boş bizim siyahımız olmalıdır da yığmağımız üçün. Oldu. İndi sənə deyir ki, bu siyahıda ən kiçiyi tap, ən böyüyü tap. Və bunların cəmini tap. Bunların cəmi də S bərabərdir deyərik. Yuxarıya bir dənə S ataq. S bərabərdir 0. Bunların cəminə sən nə deyərsən ki? Bunların cəminə deyərsən ki, S bərabərdir minimum B üstə gələk. Bəli, ay sağ ol. Maksimum B. Aha. Sən artıq B siyahısında elə deyir, yox, başqa deyil. Siyahının ən böyük elementi ilə ən kiçik elementi. Aha. Hə. Siyahının ən böyük elementi ilə ən kiçik elementin nədin? Cəmin tapdın, S-ə mənimsətdin. Ondan sonra nə deyirsən? Deyirsən ki, for I in range S yox, 0-dan 2-dən S-ə, belə deyildi axı. 2-dən S-ə əgər S-in i-yə bölünməsindən alınan qalıq bərabərdirsə 0-a hər hansısa bir dəyişəni artır. O dəyişənimiz də olsun K. Burada bir dənə K ataqlaq. K bərabər olsun nəyə? Bir dəqiqə. Nə deməkdir şu an? Bir dəqiqə düzələcək. Aha. K bərabərdir K üstə gələk 1. Ondan sonra denən ki, əgər K fərqlidirsə 0-dan K 0-a bərabərdirsə bu nədir? Sadədir. Hə, əgər K bərabərdirsə 0-a ədəd sadədir. Print sadə else print burada nə yazdıq? Aha. Mürəkkəb. Bu şəkildə. Yəqin ki, cavabı da buna oxşar bir şeydir. Mən indi düzdür. Burada bəzi şeylər ola bilsin ki, tələsi yazdığıma keçdiyim üstündən. Bəli. Çünki biz burada K-nı sıfırlamalıyıq. Mən sıfırlamadım heç. Bu da buraya yazaq. Tutaq K bərabər olsun 0-a hər dövrdən sonra. Yəni, cavab da yəqin ki, buna oxşar bir şeydir. Mən elə ehtimal edirəm. Buna oxşar bir şey olacaq. Yəni, bu şəkildə. K-nı niyə sıfırladıq? K-nı niyə sıfırladın? K-nı demək 2-dən yox, burada bir dənə ədədi yoxlayırıq da. K-nı sıfırlamaya ehtiyac yoxdur. Belə də problem yoxdur. Onsuz da dövr bitib də, yəni yerinə yetirilib. K təzədən 0 olsa nə olar, olmasa nə olar. Bir neçə ədədin içərisindən yoxlayırıqsa, o zaman K-nı sıfırlayırıq. Bir neçə ədədin sadə olub olmadığını tutaq ki, yoxlayırıqsa. K-nı bir də təzədən sıfırlayırıq. Yəni, bu şəkildə. Cavabına da baxsan, yəqin ki, buna bənzərdir. Mən baxdım, amma tam başa düşmədim deyə başa düşdüm. Olsun, lap yaxşı. Nə gözəl. Yaxşı.